Herkese selam, kanalıma videomuza hoş geldiniz. Ben Asim. Bu günləri yenidən bir video çəkirəm. Uzun bir müddətdən sonra. Əslində uzun müddətdən sonra çəkilən videolar. Uzun müddətdən sonra paylaşacağım inşallah. Çünki artıq təqribi 10 gündür falandır ki, mən kanala video atmıram. Buna inanın səbəbi var. Birinci başlanğıcda xəstə oldum, ümumiyyətlə səs çıxa bilmədim. Ondan sonra da videoları falan çəkirdim, amma ya editləyə bilmirdim, ya da ki editləyirdim, videonu bəyənmirdim deyə paylaşa bilmirdim. O səbəbdən artıq demək olar 10 gündür ki, kanala video gəlmiş. Bu günləri yanvarın 10-udur səhv eləmirəmsə. Yanvarın 10-udur da 6-cı gündür. İnşallah bu gündən hər gün videolar atmağa başlayacağam. Sabahlardan Rufo informatikadan imtahan verəcəyik və deyəsən imtahan nəticəsi elə imtahanı verən kimi çıxır da. Ona görə biraz problemdir. Əslində çox da belə bir problem deyil, yəni verəlik də. Baş şeydir hamısı. Sonrasında bu günləri indi hal-hazırda informatika hazırlığına gedirəm saat 8-dən 10-a. Ondan sonra da fizika hazırlığına gedirəm saat 2-dən 4-ə. Bu informatikdən qayıdandan sonra da oturub bir də fizikanın suallarına falan baxmalıyam. Elə bilin ki, ətraflıdan deyəsən 8-9 dənə tapşırığı yazdım. Sonrasında dedim ki, sabahları baxaram, yazmadım da, heç baxmadım suallara. Təqribi 20'ye yakın sualım qalıb. Bir də bundan əvvəlki mövzudan yazmadığım suallar var idi səhvlərə. Oturub bir dənə yol üstü onlara da baxaram. Bu cürünə. Ondan sonra da başqa da eləməli olduğum şeylər var idi. Burası da hal-hazırda yadımda deyil. Elədikcə də deyərəm sizə nə edirəm falan. Bir də belə bir şey deyim. Bu axır vaxtlar çox fikir verirəm. Yuxu rejimi çox vacib bir şeymiş. Yəni düzəməlli yatmaq çox vacib bir şeymiş. Çünki məsəl üçün bu axır 3-4 gündə oldu da bu. Mən saat məsəl üçün 1 üçün, 2 üçün falan yatırdım. Sonra səhər məktəbə gedəcəyəm. Saat 7-də oyanırdım və yəni bir günü 5 saatlıq yuxu ilə falan yol vermək lazım olurdu. Ona görə bütün gün yuxulu uyanırdım. O birisi gün yetəzdən 1 üçün, 2 üçün yatırdım falan. Yəni o çox pis bir şeymiş. Bunu əsla eləməyin, mən elədim, siz eləməyin. Yəni saat çalışın 11 ilə 3 arası həmişə yatılı olun, yatın. Çünki həmin o ərəfələrdə bəzi hormonlardır, nələrdir. Ancaq yəni o saat ərəfələrində sağlanır və onun sağlanması üçün də beyin yatmış olmalıdır. Və beynin yapacağız avtomatik bizdə yatmalıdır. Bir də hazırlığa deyəsən yenə gedirik. Yəni bu hazırlığa informatikadır ya artıq. Mən informatika vaxtında gedəmirəm deyəsən. Yəni həmişə 5 dəqiqə gecikməliyəm də mən bu hazırlığa. Bu arada onu da deyim ki 3 gün öncə 16 yaşım oldu. Həmin gün də bir ad günü blok falan gedəydim. Prosta heç nə eləmədim deyənə. Həmin gün yollar full yatdım deyə heç nə də çəkə bilmədim. Ona görə heç nə də paylaşa bilmədim avtomatik. Axır vaxtlar yəni zarafatdan da belə olur da. Gün ərzində yatırdım, dərsləri yazırdım, yatırdım, dərsləri yazırdım, dərsə gedirdim, yatırdım falan. Rutinim buydu. Ancaq yatmaq, dərs yazmaq, dərsə getmək üçün. Bir də telefon oynamaq üçün.
Deməli, hal-hazırda fizikanı yazdım, bitirdim. İndi saat 1-dir. Oturub bir dənə qaydalar общий təkrar eləyəcəm. Ondan sonra da yemək yeyib hazırlığa gedəcəm. Hazırlıqdan gələndən sonra da eləməli olduğum şeylər deyərəmsə, normalda bizim bu günləri saat 2-dən 4-ə onlayndan əlavə dərsimiz də var idi. Ona da qoşulmalıydım. Prosta saat 2-dən 4-ə fizika hazırlığım var yenə. Məcburən buna əlavəyə mən qoşulamayacağam. Sonradan videosuna baxıram. Videoya da böyük ehtimal bu gün baxmayacağam. Sabahda birisi gün də baxaram. Çünki onsuz böyük ehtimalla bu gün atmayacağam müəllim o videonun təkrarında. Yəni hazırlıqdan qayıdandan sonra saat 7-yə kimi vaxtım var. Çünki 7-də artıq Explorer Club başlayacaq. Quiz.com-da bir sınaq oldu deyəsən. Ondan sonra da İstanbul qəsdə şahmat falan bir şeylər oynayacağıq. Ona görə saat 7-yə kimi mən bütün işləri həll eləməliyəm. Hazırlıqdan çıxdım indi, evə gedirəm. Evə gedəndən sonra vaxt itirmədən gedəcəm informatika tapşırıqlarını falan yazmağa. Ondan sonra da nə etməliyəmsə eləyərəm. Çünki vaxtım azdır, yəni 7-yə kimi 3 saat vaxtım var. İndi evə gedənə kimi, sonra istəyirəm rənginim kimi falan. Yarım saata yaxında vaxtım gedəcəkdir onun üçün. Yəni nə etməliyəmsə tez bazar eləməliyəm. Hava da indi soyuqdur, əlimi saxlayamıram bayırda. Ona görə telefonu da söndürürəm. Eve gedim açarım kameranı.